Herkese salam. Biz bu videoda rekursiya nədir ona baxacağıq. Rekursiya ümumiyyətlə bir metodun özünü çağırması deməkdir. Belə bir sadə nümunə göstərmişəm burada. Print 1 to n. Bu metod bizə nə edir? Birdən n-ə qədər olan ədədləri çap eləyir. Mən istəyirəm ki, bunu debug rejimində göstərək. Sadə olsun deyə n-i 3 götürmüşəm. Və burada nə baş verir? Birinci n3 çağırır, daha sonra base condition'ın keçmədiyinə görə bu metod yenidən gedib özünü çağırır. Bu şəkildə davam edir. Və n0 olduqda artıq base condition'ımız true olur və return edir. Burada artıq return etdikdən sonra özünün əvvəlki olan metod, yəni bunu çağıran metoda geri qayıdıb, elə bil onun davamından bu cout-u işlədir. Daha sonra mesela bu bittikten sonra da return olur da, düzdürmü? Bu da return olduktan sonra bunu çağıran bir diğer əvvəlki metod. Yəni buradan bunu yenə çağırmışdı. Bunu yenidən onun davamını məsələn çağırır. Məsələn n bərabərdir 2, daha sonra n bərabərdir 3, artıq ondan sonra isə bizim metodumuz bitir. Yəni nə baş verir? Baxın, print 3 çağırır. Print 3 birinci gəldi. Print 2-ni çağırır. Print 2 gəlir. Print 1-i çağırır. Və daha sonra print 0 çağırır. Artıq bu bizdə base condition olduğuna görə return edir və print 1-ə qayıdır. Print 1-ə qaydanda da yəni bunun davamında məsələn mən bunu yazmışam bura main metodumda. Print 1 to n 3 yazmışam. Məsələn mən burada cout eləsəm, buraya yenə bir şeyler yazsam, birinci bunu gedib işlədəcək. Daha sonra bu bitdikdən sonra da gəlib bu cout-u çağıracaq da, düzdürmü? Burada da eynisi baş verir. Yəni bu bitir. Belə deyək, print 0 məsələn bu base condition deyə return eləyir və print 1-ə qayıdır və print 1-də artıq məsələn bunu burada çağırmışdı da, düzdür? Bu bitdikdən sonra və cout eləyir. Bunun davamını çağırır. Başınız, yəni məsələn print eləyir orada 1-i. Daha sonra bu da bitdikdən sonra bunun bir əvvəlkinə keçir və print 2-yə print 2-ni çağırır. Yenə oradan da davam edir. Yəni bu metod da bunu burada çağırmışdı. Yəni bu artıq öz işini bitirdiyinə görə bunu yenə return eləyir və bu da öz davamında cout-u işlədir. Yəni, bu şəkildə cout 3 olduqdan sonra artıq bizim metodumuz bitir. Burada stack sözünü yazmışam. İstəyirəm ki, bu flow-nu stackdə necə işlədiyini göstərim. Birinci burada print 3 olacaq. Print 3. Bir də qısa olsun deyə belə yazıram. Print 2, daha sonra print 1, daha sonra print 0 çağırır. Məsələn, bu birinci return olur və return olduqdan sonra da bu stackdən çıxır. Bu stackdən çıxır. Daha sonra print 1-i çağırır. Baxın, buradan return eləyib print 1-i çağırır və bu da return olduqdan sonra stackdən çağırır. Yəni bu şəkildə davam eləyə hər biri stackdən çıxır. Yəni stack burada bu şəkildə işləyir. Əgər biz burada base condition yazmasaq, bizdə stack overflow baş verər. Stack overflow-dan yəni artıq stack dolub daşır da. Yəni bir növ bu metod özünü həmişə çağırmağa davam eləyir. Yəni burada artıq düşünün ki, -1, -2, tutaq ki, -3 bu şəkildə davam edir. Ona görə stack overflow baş verir. Bu şəkildə idi. Yəni bu ən sadə metod idi. Yəni istəyirəm ki, hər gün bir level daha da çətinləşdirərək rekursiyanı davam eləyim. Burada digər nümunələr də var. Ümumiyyətlə rekursiyaya aid belə deyək ki, daha doğrusu böyük bir problemi kiçik hissələrə ayıraraq tapılması deməkdir. Məsələn, orada Fibonacci yazmışdım. Tutaq ki, Fibonacci'də nə olur? 1, 2, 3, 5, 8. Burada məsələn nə olur? Bu 3-ü tapanda bu əvvəlkilər toplanır. Tutaq ki, 3-ə bərabər olur. Daha sonra bu 5 tapanda 2 ilə 3-ün cəmi bu 5-ə bərabər olur. Yəni bunlar deyinə gələcək videolarda baxarıq.